Salam dəyərli FES Akademiya izləyiciləri, hər birinizi xoş gördük. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bugün sizin qarşınıza yenə də maraqlı və vacib bir dərs izah ilə gəlmişəm. Dərsimizin adı 21-ci əsr bacarıqları və kompetensiyalarıdır. Hansı ki, bu mövzu MİQ imtahanında, sertifikasiya imtahanında, habelə müsahibə mərhələsində bizə vacib olan mövzulardan biridir. Gəlin biz bugün nəyi öyrənəcəyimizə diqqət edək. Bugün biz 21-ci əsr insanında və yaxud da ümumi təhsildə, şagirdlərdə hansı kompetensiyaların formalaşmasına, hansı bacarıqların formalaşmasına daha çox diqqət etməliyik, bununla tanış olacağıq. Və bugün dərsdən götürdüyünüz qeydlər sayəsində artıq siz imtahanda, qarşınıza çıxan situasiyalarda, testlərdə çətinlik çəkmədən öhdəsindən gələ biləcəksiniz. Dərs izahına keçməmişdən öncə qeyd edim ki, bizim ödənişsiz dərslərimizdən yararlanmaq istəyirsinizsə, mütləq Gülnarə Mürsalova YouTube kanalına abunə olun. Instagram kanalımıza abunə olaraq maraqlı məlumatlarla da tanış ola bilərsiniz. Gəlin başlayaq. Danışaq kompetensiyalardan. Əziz müəllimlər, biz bilirik ki, 2006-cı ildə Avropa Şurası 21-ci əsr insanı üçün müəyyən kompetensiyalar siyahısı vermişdi. Hansı ki, bunlar savadlılıq kompetensiyası, çox dil bilmək kompetensiyası, riyazi elmi mühəndislik kompetensiyası, mədəni məlumatlıq kompetensiyası, şəxsi sosial öyrənmək kompetensiyası, fəal vətəndaşlıq kompetensiyası, sahibkarlıq kompetensiyası və rəqəmsal savadlılıq kompetensiyasıdır. Amma biz bu kompetensiyalarla tanış olmamışdan öncə nəyə diqqət etməliyik? Kompetensiya sözünün mənası nədir? Kompetensiya 5 məfhumun bir arada olmasıdır. Bunlar hansıdır? Vərdiş, dəyər, keyfiyyət, bilik, bacarıq. Yadda saxlayın, bir insanın biliyi, bacarığı, vərdişi, dəyəri və keyfiyyəti olmalıdır. Bu 5 sözün kombinə olunması adlanır kompetensiya. Bugün bir insan bilikli ola bilər, amma onun bacarığı yoxdursa, deməli o müəyyən kompetensiyalara sahib olmuyor. Və kompetensiyaların da insanda formalaşması artıq dəyişən dövrdür. Yəni siz özünüz də artıq şahidisiniz ki, bəzi istər siyasi sahədə, istər iqtisadi sahədə, istər əmək bazarında, yəni artıq dünyamızda hər şey sürətlə dəyişir və bu sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün də biz kompetensiyalı, bacarıqlı şagirdlər yetişdirməliyik. O şagirdlər cəmiyyətimiz üçün həm demokratik ruhda, həm sosial məsuliyyət daşıyan, həm mənəvi dəyərlərə sahib olan, həm müəyyən prosesləri 21-ci əsr bacarıqlarını, 21-ci əsr fəaliyyətlərinə sahib olan bir şagird yetişdirməliyik. Birinci başlayaq müəllimlər savadlılıq kompetensiyasından. Bunu bölək. Aha. Gəlin görək savadlılıq kompetensiyası nəyə deyilir? Qələmimizi də götürək, izah etdikcə mən sizə hansı hissənin daha sizə vacib olduğunu qeyd edəcəm. Deməli, müəllimlər, savadlılıq kompetensiyasında əsas məsələ şəxsin yazılı və şifahi ünsiyyətə sahib olmasıdır. Yəni, hər yazılı və şifahi ünsiyyətə sahib olan insanda deyə bilərikmi savadlılıq kompetensiyası var? Təbii ki, burada məsələ biraz fərqlidir. Əgər mən bugün danışanda Azərbaycan dilinin həm orfoepiya, həm orfoqrafik qaydalarına əməl edərək danışa bilirəmsə, yaza bilirəmsə, demək ki, məndə savadlılıq kompetensiyası formalaşmış olur. Mən bir şəxsin hər hansı bir çıxışını dinləyib, ona qiymət verə bilirəm və yaxud da dinlədiyim məlumatı anlaya bilirəm, öz sözlərimlə danışa bilirəm, oxuduğum mətni ümləşdirə bilirəm, nəticə çıxarda bilirəm, təhlil edə bilirəm. Bunların hər biri məndə varsa, demək ki, məndə savadlılıq kompetensiyası formalaşmış olur. Savadlılıq kompetensiyasında əsasən insana təqdim olunan yazılı və şifahi məlumatı anlaması, həmin məlumatı analiz etməsi, interpretasiya etməsi, təhlil etməsi və
ümumiləşdirməsi tələb olunur. Bu kimi bacarıqlar savadlılıq kompetensiyasında olacaq. Sizcə savadlılıq kompetensiyasının insanda formalaşması üçün nə lazım ola bilər? Bax, düşünün müəllimlər, bu sadaladıqlarım, yazılı nitq, şifahi nitq, bunların olması üçün biz nə etməliyik? Nə etməliyik ki, bizim şagirdlərimizdə və yaxud da özümüzdə savadlılıq kompetensiyası formalaşsın? Təbii ki, birinci biz istər şifahi, istər yazılı ədəbiyyatla tanış olmalıyıq. Yəni, dilin funksiyalarını mükəmməl şəkildə bilməliyik. Zəngin söz ehtiyatımız olmalıdır. Bizim natiqlik bacarığımız yüksək səviyyədə demirəm, amma hər bir insanın ən azı hər hansı bir məsələdə öz fikrini irəli sürmə bacarığı olmalıdır. Çünki bugün mənim məhz şifahi ünsiyyətim insanlarla münasibətimi tənzimləyir. Ən birinci, əgər mən həqiqətən də gözəl danışıramsa, əgər mənim nitqim həqiqətən də cəlbedicidirsə, insanlar qulaq asacaq və faydalanacaq. Ona görə mənə elə gəlir ki, bugün hər bir insanda savadlılıq kompetensiyası mütləq şəkildə olmalıdır. Məsələn, baxın müəllimlər, adətən burada debatların keçirilməsi, müzakirələrin keçirilməsi, hər hansı bir akvarium iş üsulu olsun, müzakirə xəritəsi iş üsulu olsun, fərqi yoxdur. Bunlar əsasən şagirddə savadlılıq kompetensiyasını formalaşdırmış olur. Yadda saxlayın. Davam edirəm, çox dil bilmək kompetensiyası. Əslində burada da eyni şeyləri demək olar. Məsələn, burada da insan yazılı və şifahi ünsiyyətdən istifadə etməyi bacarmalıdır. Bu bacarıqlara yiyələnməlidir. Amma çox dil bilmək kompetensiyasının bir fərqi var savadlılıq kompetensiyasından. Baxın müəllimlər, elə burada sizə mən daha aydın şəkildə vermişəm ki, göz yaddaşı ilə yadınızda qalsın. Yəni, əgər mən savadlılıq kompetensiyasında söhbət Azərbaycan dilindən gedirdisə, bizim ana dilimizdən gedirdisə, artıq çox dil bilmək kompetensiyasında söhbət müxtəlif dillərdən gedəcək. Yəni, mən müxtəlif dilləri bilirəm, bilməyə can atıram, öyrənirəm. Çünki müxtəlif dilləri bilməklə də hətta biz həm ölkəmizi təmsil edə bilərik, ölkəmizə gələn qonaqlara daha gözəl məlumatlar verə bilərik və s. Yəni, savadlılıq kompetensiyasında söhbət ana dilimi bilmək, onun qrammatikasını, dil funksiyalarını bilmək, ana dilində zəngin söz ehtiyatına malik olmaqdan gedirdisə, çox dil bilmək kompetensiyasında artıq mən xarici dildə lüğət ehtiyatına malik olmaq, xarici dildə danışmaq, xarici dildə danışmağa meyl etmək, öyrənmək, başqalarına öyrətmək, bunlar çox dil bilmək kompetensiyasına aiddir müəllimlər. Davam edirəm. Riyazi, elmi, mühəndislik kompetensiyası. Bundan adətən suallar az düşür. Biraz bunu balacalaşdırım. Deməli, müəllimlər, yadda saxlayın ki, riyazi, elmi, texnoloji, mühəndislik kompetensiyası nə deməkdir? Hər bir insanın müəyyən riyazi bacarıqları, riyazi səriştəsi olmalıdır. Gündəlik həyatda bizə daha çox İstər mağaza olsun, istər hər hansı bir konsert olsun, hər hansı bir restoran olsun, fərqi yoxdur. Bizim müəyyən riyazi təfəkkürümüz, riyazi bacarıqlarımız olmalıdır müəllimlər. Bəs elmi kompetensiya nədir? Bəzən ətrafımızda elmi mövzu olsun və yaxud da həyatda baş verən müəyyən elmi proseslər olsun. Biz onu izah etməyi bacarmalıyıq, təhlil etməyi bacarmalıyıq. Nəyə görə belə oldu? Nəyə görə bu baş verdi? Bax, bunu əgər deyə biliriksə, bizdə elmi kompetensiya formalaşır. Məsələn, deyirsiniz Günlara müəllimə, bəs savadlılıq kompetensiyasında da siz elə bir şey dediniz, fikrini əsaslandırmaq. Burada məsələ elmi söhbətlərdən gedir. Yəni, burada deməyəcək artıq sizə filan obraza münasibət bildir. Burada deyəcək ki, məsələn, hər hansı bir robotların və ya da süni intellektin yaranmasına necə münasibət göstərə bilirsən? Bax, necə münasibətini göstərə bilərsən? Nə deyə bilərsən bu haqda? Bu artıq nə deməkdir müəllimlər? Hər hansı bir elmi prosesin mahiyyətini izah etməkdən gedir. Davam edirəm.
Texnoloji mühəndisliyi kompetensiyası da, yenə də texnoloji və mühəndislik kompetensiyasında da əsasən müasir dövrün tələbləri var və o tələblərin həyata keçməsi üçün texnoloji sahədə, mühəndislik sahəsində bir çox yeniliklər baş verir və bu yeniliklər insan üçündür. Yəni bütün yeniliklər insanların işini rahatlaşdırsın, dəyişdirsin, kömək etsin. Bunların hər biri texnoloji və mühəndislik kompetensiyasındadır. Əgər şagird ailəsinə yararlı olmaq üçün, ailəsinə yararlı olacaq bir məhsul hazırlayırsa, o zaman sizə sual verilsə ki, bu nəyə aiddir? Deyəcəksiniz texnoloji və mühəndislik kompetensiyasına. Davam edirəm. Rəqəmsal savadlılıq. Əziz müəllimlər, bu birbaşa İKT-nin insanların həyatında rolu, informasiya, kommunikasiya texnologiyalarının İKT. İKT-nin insanların həyatında rolu, insanlar necə istifadə edir, aldığı rəqəmsal texnologiyalardan necə istifadə edir, oradan məlumatları necə alır, onun etibarlılığını necə yoxlayır. Bax, biz hər birimiz bugün telefon, planşet, kompüter, bütün evlərdə demək olar ki, var, düzdürmü? Amma kim necə istifadə edir? Bax, rəqəmsal savadlılıq budur. Düzgün istifadə edirəm, məlumat alıram, düzgün istifadə edirəm, iş görürəm, düzgün istifadə edib biznesimi qururamsa, bu məndə rəqəmsal savadlılığın olmasıdır. Yadda saxlayın, insan təkcə İKT savadına malik olmamalıdır. Həmçinin həmin İKT savadını, belə deyək, hüquqi normada etik prinsipləri pozmamaq, etik qaydaları pozmamaq şərti ilə ondan istifadə etməyi də bacarmalıdır. Deməli, davam edirəm təzədən 5-cidə şəxsi sosial öyrənmək kompetensiyası ən sevdiyim kompetensiyalardan biridir. Nəyi ifadə edir, mahiyyəti nədir? Yadda saxlayın, burada əsasən insanda metakognitiv bacarıqların, metakognitiv biliklərin formalaşmasından söhbət gedir. İnsan özü haqqında düşünür, özü haqqında müəyyən məlumatlara sahib olur. Yəni, artıq mən öz güclü və zəif tərəflərimi müəyyən edə bilirəm. Başqalarına da kömək edirəm, başqalarının da öyrənməsində mənim rolum olur. Öz emosiyalarımı idarə edə bilirəm, hədəflər qoya bilirəm, hədəfə çatmaq üçün strategiyalar müəyyən edirəm, gələcək üçün planlar müəyyənləşdirirəm. Bütün çətinliklər mənə həvəsdən salmır, əksinə mənə güc verir, mənim uğur qazanmağım üçün mənə motivasiya verir. Karyeramı düzgün şəkildə idarə edə bilirəm. Emosional sabitliyimi müəyyən bir mövzuda qoruya bilirəm. Bu, şəxsi və sosial öyrənmək kompetensiyasına aiddir. Bir daha deyirəm, özüm haqqında düşünmək, güclü və zəif tərəfləri müəyyən etmək, informasiyalardan düzgün şəkildə istifadə etmək, başqalarına kömək etmək, hədəflər qoymaq, karyeranı qurmaq, bunlar konfliktləri müəyyən mənada səbirlə, təmkinlə, kompromisə getmək şərti ilə həll edə bilirəmsə, məndə şəxsi sosial öyrənmək kompetensiyası formalaşmış olur. Davam edirəm. Əziz müəllimlər, əgər siz də bu PDF-lərdən yararlanmaq istəyirsinizsə, o zaman bizim dərslərimizə qoşula bilərsiniz. Dərslərimizə qoşulmaq üçün isə 055 527 25 99 nömrəsinə mesaj yazmağınız kifayətdir. Bütün fənlər haqqında məlumat ala bilərsiniz. Həm qiymətlər, həm də fənlər haqqında məlumat ala bilərsiniz. Əlavə olaraq qeyd etdiyim kimi başda da bizim təkcə ödənişli deyil, ödənişsiz dərslərimizdə özü hazırlaşan müdavimləri də nəzərə alıb onlar üçün hər həftə ödənişsiz dərslər, sınaqlar tərtib edirik. Əgər siz də bizim dərslərimizdən yararlanmaq istəyirsiniz, ətrafınızda olan müəllimlərə kömək etmək istəyirsinizsə, Günlarə Mürsalova YouTube kanalına abunə ola bilərsiniz. Eləcə də digər fənlərdən də demək istəyirəm, hər təkcə kurikulum deyil, Azərbaycan dili, riyaziyyat, biologiya, coğrafiya, tarix fərqi yoxdur. Hər müəllimin öz kanalı var, o kanallara abunə olmaqla da dərslərdən yararlana bilərsiniz. Yəni FES-in müəllimlərinin kanallarına qoşulmaqla.
Davam edirəm fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyi gördüyünüz kimi burada Milli Məclis, bayraq, gerb, baxın, hətta belə deyim, burada jurnal, hər hansı bir qəzet, yəni dövlət səviyyəsində tapa bilsəydim, onu da qoyardım ki, daha rahat olsun sizin üçün. İnsan məsuliyyətli bir vətəndaş olmalıdır. Biz hər birimiz Azərbaycan dövlətinin vətəndaşıyıq və biz Azərbaycanın qaydalarına, qanunlarına əməl etməliyik. Ölkəmizin inkişafı üçün əlimizdən gələn hər bir şeyi etməliyik. İqtisadi və siyasi sahədə ölkəmizdə baş verən prosesləri biliriksə, bu artıq bizdə fəal vətəndaş mövqeyi kompetensiyasının formalaşmasının göstəricisidir. Məsələn, bugün hər hansı bir müdafi gündəlik xəbərləri izləyir və yaxud da gündəlik baş verən, ölkəmizdə baş verən yeniliklərdən xəbərdardır. Sizə sual verirsə, hansı kompetensiyadır? Deyəcəksiniz ki, fəal vətəndaş kompetensiyası. Davam edirəm. Sahibkarlıq kompetensiyası, müəllimlər, yadda saxlayın, əsasən sahibkarlıq kompetensiyasında müəyyən layihələrin təşkili, həyata keçirilməsi, liderlik bacarığı, təşəbbüskarlıq bacarıqları kimi ifadələrlə tanış olacaqsınız. Əgər bir insan öz ideyalarını həyata keçirdə bilirsə və yaxud da başqalarının da həmçinin ideyalarını həyata keçirtməkdə, onların dəyərlərini qorumaqda, həyata keçirtməkdə məqsədlidirsə, demək ki, həmin insanda sahibkarlıq kompetensiyası formalaşmış olur. Elə insan olur ki, hər hansı bir fəaliyyətdə tez uğursuzluğa düçar olur, israrlı olmur. Amma sahibkarlıq kompetensiyası olan insan israrlı olur, problem həll etməyə meyilli olur, mən bacaracam deyib irəli getməkdir. Və burada məsələn sahibkarlıq kompetensiyasının içində müəllimlər maliyyə savadlığı da var, yadda saxlayın. Nə deməkdir müəllimlər? Sahibkar biznesmen, hər hansı bir işin təşkilatçısı, qurucusu, layihənin rəhbəri deməkdir. Və siz də deməli sahibkarlıq ideyaları həm özünüzdə, həm başqalarında varsa, bunu həyata keçirtməkdə məqsədli olun və heç bir uğursuzluq, heç bir çətinlik sizi qorxutmasın. Davam edirəm. Mədəni məlumatlıq kompetensiyası, müəllimlər, mədəni məlumatlıq kompetensiyası o deməkdir ki, sən təkcə öz dilin, öz dinin, öz adət-ənənən haqqında məlumatlı deyil də, tolerantlıq, multikulturalizm deməli dəyərlərinə sahib olasan və bu dəyərləri öz fəaliyyətində göstərəsən. Sənin məsələn elə bizim ölkəmizdə bir çox etnik xalqlar yaşayır. Hər birinin adət-ənənəsinə hörmətlə yanaşmalıyıq. İstər ölkəmizdə olsun, istər ölkəmizdə qonaq olan xarici vətəndaşlar, ölkəmizdə yaşamaq istəyən xarici vətəndaşlar olsun, fərq etmir. Mədəni məlumatlıq özünü ifadə etmə, başqalarının mədəniyyətlərinə hörmət etmək və habelə öz mədəniyyətin barədə də bilikli olmaq, öz mədəniyyətin barədə də məlumatlı olmaqdan bəhs edir müəllimlər. Belə dəyərli müəllimlər, bizim 8 kompetensiyamız haqqında məlumat bu qədər idi. İndi gəlin 5 sualdan ibarət testimizə baxaq və öyrəndiklərimizi möhkəmləndirməyə çalışaq. Aha. Sual 1. Şagirdlərə robotların həyatımızdakı rolu mövzusunda layihə tapşırılır və sinif işi təşkil olunur. Şagirdlərin mövzuda çətinlik çəkdikləri hiss olunur. Qrupdakı şagirdlərdən biri motivasiya edici sözlərlə təşəbbüsü ələ alır və hər kəsdən şəxsi ideyalarını paylaşmağını və birlikdə müzakirə edərək layihənin reallaşması üçün səy göstərir. Verilmiş situasiya 21-ci əsr kompetensiyalarından hansına aiddir? Bəli, baxın, bir layihə var və bu layihənin həyata keçirilməsində uşaqlar çətinlik çəkir, amma bir lider təşəbbüsü ələ alır və ideyaları paylaşmağı, planlaşdırmağı, müzakirə etməyi, onun həyata keçməsində
israrlı olur. Bu nəyə aiddir? Sahibkarlıq kompetensiyasına. Amma baxın müəllimlər, bu biraz da nəyə uyğun gəlir? Şəxsi sosial öyrənmək kompetensiyasına da uyğun gələ bilər. Orada da var, məsələn, məqsəd üçün kimlərəsə kömək etmək, qarşı tərəfə özgüvən hissi ötürmək, empatiya ilə yanaşmaq sahibkarlıqda da var. Gördüyünüz kimi variantda digər şəxsi sosial öyrənmək kompetensiyası yoxdur və biz sahibkarlıq kompetensiyasını götürürük burada. Davam edirəm. Adətən sahibkarlıq kompetensiyasında müəllimlər daha çox biz nəyi görürük? Bir biznes sahəsində olan, hər hansı bir layihə, geniş bir maliyyə layihələrini də tez-tez görə bilərik. Davam edirəm. 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunması ilə əlaqəli müəllim şagirdlərə Konstitusiyanın qəbul olunması, dövlətin, cəmiyyətin həyatına təsirini araşdırmağı və təqdimat hazırlamağı tapşırır. Verilmiş situasiya ilə müəllim şagirdlərdə hansı kompetensiyaları inkişaf etdirmək istəyir? Təbii ki, söhbət Konstitusiya və Suverenlik ilindən gedirsə, burada fəal vətəndaş mövqeyi olacaq. Çox dil bilmək kompetensiyası yoxdur. Müxtəlif dillərdən söhbət getmir. Sahibkarlıq yoxdur. Savadlıq kompetensiyası olacaq. Nəyə görə? Şagird araşdırma aparacaq, təqdimat hazırlayacaq. Bu zaten savadlıq kompetensiyasına aiddir. Bəs rəqəmsal savadlığı biz niyə götürürük? Çünki şagirdin araşdırma aparması internet üzərindən də ola bilər. Burada dəqiq mənbə verilmədiyinə görə şagirdin informasiya toplaması hər hansı bir İKT üzərindən də ola bilər. Biz ona görə rəqəmsal savadlıq kompetensiyasını da götürürük. 2, 4, 5. C variantı. Videonu dayandırıb suallara özünüz də cavab verib daha sonra izaha baxa bilərsiniz. Məktəbdə Dünya Dilləri və Mədəniyyətləri adlı layihə həftəsi keçirilir. Layihə çərçivəsində 9-cu sinif şagirdləri müxtəlif ölkələrin dil və mədəniyyətlərini araşdıraraq təqdimatlar hazırlayır. Layihə zamanı Nərgiz internet üzərindən İspaniya və Almaniyadan olan həmyaşıdları ilə onlayn müzakirələr aparır. Mədəniyyətlər arası oxşarlıqları, fərqləri müqayisə edir. O, təqdimat zamanı mətnin bir hissəsini ingilis dilində, digər hissəsini türk və rus dilində səsləndirərək auditoriyanın diqqətini çəkir. Bu fəaliyyət nəticəsində şagird yalnız dil biliklərini tətbiq etmir, həm də müxtəlif dillərdə ünsiyyət qurmaq bacarığını, mədəniyyətlər arası anlayışı, qlobal dünya görüşünü inkişaf etdirir. Situasiya ilə bağlı hansı fikir doğru hesab edilə bilməz? Müəllimlər, diqqətli olun. Situasiyanı oxudunuz, tez cavabı axtarmayın, onu təhlil edin, nəticə çıxardın, oxuyub anladıqdan sonra variantlara baxa bilərsiniz. Şagirdin fəaliyyəti qlobal vətəndaşlıq, mədəniyyətlər arası dialoq kompetensiyalarını əks etdirir, doğrudur. Şagird təqdimatı vasitəsilə həm dil bacarıqlarını nümayiş etdirəcək, həm də sosial mədəni bacarıqlarını, doğrudur. Şagirdin fəaliyyəti çoxdilli kommunikasiya bacarığının formalaşmasına kömək edəcək. Kommunikasiya ünsiyyət deməkdir, doğrudur. Şagirdin fəaliyyəti əsasən texnologiyadan səmərəli istifadə bacarığını inkişaf etdirməyə yönəlmişdir. Bəli, burada texnologiya var. Çünki şagird burada baxın Almaniya, İspaniya, internet üzərindən həmyaşıdları ilə söhbət etdi. Amma əsas bacarıq texnoloji savadlığı şagirdə mənimsətməkdirmi? Şagirdin rəqəmsal savadlığını formalaşdırmaqdırmı? Yoxsa şagirdin çox dil bilmək kompetensiyasını şagirddə formalaşdırmaqdır? Deməli, bizim səhv variantımız da elə D variantı olacaq. Davam edirəm 4-cü sualla. Müəllim şagirdlərə mövzunu izah etdikdən sonra mövzu ilə bağlı araşdırma etməyi, informasiya toplamağı, suallar tərtib etməyi, diskussiya aparmağı tapşırır. Müəllim şagirddə hansı kompetensiyanı formalaşdıracaq? Deməli, müəllimlər diskussiya, araşdırma, informasiyanı toplama, informasiyanı təhlil etmə, nəticə çıxartma, ümumiləşdirmə. Bunlar hardadır? Savadlılıq kompetensiyasında şifahi və yazılı ünsiyyətin olması. 5-ci suala baxırıq. Verilmiş fəaliyyətlərdən
hansı şəxsi, sosial və öyrənməyi öyrənmək kompetensiyasına aiddir? Şəxsi, sosial öyrənməyi öyrənmək kompetensiyası nə idi müəllimlər? İnsanın şəxsin özü haqqında məlumatlı olması, güclü, zəif tərəflərini aşkara çıxartması, hədəflər müəyyən etməsi, gələcəyi üçün planlar qurması, konfliktləri həll etməsi və s. stressə dayanıqlı olması və s. Sinifdə şagirdlərə layihə işi verilir. Şagirdlər layihəni innovativ yanaşmalara əsaslanaraq qururlar. Bu layihə işinin verilməsi, bunu əsaslanmaya yanaşaraq qurmaq daha çox sahibkarlıq kompetensiyasına aiddir. Məktəbdə şagirdlər üçün dərnəklər təşkil olunur. Bəzi şagirdlər burada dil öyrənmək üçün dil dərnəyinə yazılırlar. Bu çox dil bilmək kompetensiyasına aiddir. Şagird uğurlu şəxslərin fəaliyyətlərini müşahidə edir və öz öyrənməsində müəyyən tənzimləmələrdən istifadə edərək fəaliyyət göstərir. Bəli, bax bu şəxsi sosial öyrənmək kompetensiyasına aiddir. Müəllim Azərbaycanın müxtəlif bölgələrinin kulinariya nümunələri ilə bağlı müzakirə təşkil edir. Bu da mədəni müxtəlifliyə hörmət, yəni mədəni məlumatlılıq kompetensiyasına aiddir. Şagird ona təqdim olunmuş informasiyanı araşdırır, toplayır, interpretasiya edir. Bu da savadlılıq kompetensiyasına da aid ola bilər. Rəqəmsala da baxır, testdə sizə necə verilir. Belə dəyərli müəllimlər, dərs izahımız və 5 sual izahımız bitdi. Əziz müəllimlər, əgər videonu hələ də izləyirsinizsə, videonu bəyənmədən və rəy yazmadan ayrılmayın kanaldan. Kanalımıza abunə olun ki, yeniliklərdən xəbəriniz olsun. Sağ olun, növbəti dərslərdə görüşərik.